Bilirsən, çox adam günəşə düz baxa bilmir. Çünki o işıq göz qamaşdırır, səni narahat edir. Amma həm də səni böyüdür. Leonardo da Vinci deyirdi: "İşığa baxa bilmirsənsə, heç nəyi aydın görə bilməzsən." İş və karyera həyatı da elə budur. Böyük imkanlar hər zaman işıqla gəlir. Amma o işığa baxmaq hər kəs cəsarət edə bilmir. Çoxları kölgədə, rahatda, risksiz zonada qalır. Amma bil, orada böyümə yoxdur. Mən illərlə bir şey müşahidə etmişəm. İşığa baxanlar yüksəlir. Onlar yanmaqdan qorxmurlar. Çünki bilirlər, hər yanış yeni doğuluşdur. İndi sən özünə bu sualı ver. İşini, karyeranı, arzularını düşünəndə sən işığa düz baxırsan, yoxsa kölgədə gizlənirsən? Və kölgədə qalıram deyirsənsə, bil ki, kölgə səni qoruyacaq, amma zirvəyə aparmayacaq. Zirvəyə gedən yol işığın içindən keçir və hər parlaq uğur o işığa baxmaqdan qorxmayanların imzasıdır.